Salam, hər vaxtınız xeyir olsun. Əziz şagirdlər, bugün 6-cı siniflər üçün keçirilmiş monitoring sınav imtahanının izahına baxacağıq. Azərbaycan dili fənni üzrə. Gəlin diqqət yetirək. Birinci sual, yəqin ki, mətnlə tanışsınız. Aşağıdakı yarımbaşlıqlardan hansı mətnin heç bir hissəsinə aid edilə bilməz? Möhkəm ailənin sütunları, A variantı. Baxın, burada qeyd olunubdur. Onun möhkəmliyi 3 gizli sütundan asılıdır. Ailə də belə bir evdir. Çətinliklərə qarşı səbir. Baxın, səbir çətiri qeyd olunur ki, ailə üzvləri bir-birinin səhvlərinə qarşı səbir çətiri açmalıdırlar. Sözlərin sehri və ürək istisi, bu da qeyd olunub mətndə. Yazılır ki, bir-birinizlə danışarkən sözlərinizi elə seçin ki, qarşınızdakının ürəyi üşüməsin. Maddi zənginliyin sarsılmaz gücü, bu isə yanlış fikirdir. Çünki mətndə maddi yox, mənəvi zənginlikdən danışılır. Birinci sualda doğru cavabımız B variantıdır. Keçək digər suala, ikinci suala diqqət yetirək. Qoca memarın fikrincə evi sarsılmaz edən əsas amil nədir? Divarların mərmərdən olması yanlış fikirdir. Evin dağın ətəyində tikilməsi yanlışdır. Pəncərələrin fırtınaya davamlılığı yanlışdır. Görünməyən təməlin möhkəmliyi, bu doğru fikirdir. Yəni, görünməyən təməl deyəndə etibar, səbir, bir-birinə qarşı olan inam bunları nəzərdə tuturdu. Üçüncü sual. Etibar suyu ifadəsi ilə müəllif nəyi vurğulamaq istəyir? Ailədə dürüstlük və inamın münasibətləri bərkitməsini. Bəli, bu doğru fikirdir. Ancaq təməl üçün istifadə olunan suyun təmizliyini, xeyr, ailənin maddi ehtiyaclarının qarşılanması yanlış fikirdir. Divarların rütubətdən qorunmasını, bu da yanlış fikirdir. Dördüncü suala diqqət yetirək. Mətnə əsasən aşağıdakı fikirlərdən hansı yanlışdır? Etibar möhkəm ailə təməlinin əsasıdır, bəli. Bu doğru fikirdir. Evi saray edən içindəki bahalı əşyalardır, bu yanlışdır. Əksinə mətndə qeyd olunur ki, evi saray edən möhkəm təməldir. Səbir, etibar, bir-birinə qarşı olan inam. C variantı, ailə üzvləri bir-birinə qarşı səbirli olmalıdırlar, bəli. Sözlər insanın ürəyini üşütməyəcək şəkildə seçilməlidir, bəli, bu da qeyd olunub. Baxın, bir-birinizlə danışarkən sözləri elə seçin ki, qarşınızdakının ürəyi üşüməsin. Deməli, doğru cavabımız B variantı idi. Beşinci suala diqqət yetirək. Səbir çətiri anlayışı mətndə nə ifadə edir? Yağışlı havada səbirli davranmaq, bu yanlış fikirdir. Həyatın çətinliklərinə qarşı və tərəfin səhvlərinə dözümlü yanaşmaq, həyatın çətinliklərinə qarşı tərəfin səhvlərinə dözümlü yanaşmaq, bəli, bu doğrudur. Evin damının uçmaması yanlış fikir, insanlar arasında məsafə saxlamaq yanlışdır. Gəlin baxaq. Səbir çətiri. Burada qeyd olunur ki, ailə üzvləri bir-birinin səhvlərinə qarşı səbir çətiri açmalıdırlar. Deməli, bu doğru fikir idi. 6-ya baxaq. Hansı cümlə mətnin nəticə hissəsini mənaca tamamlayır və genişləndirir? Gəlin baxaq. Memar sonda övladlarına tikdiyi evlərin siyahısını və planlarını təqdim etdi. Bu yanlış fikirdir. Beləliklə, daşdan tikilən divarlar zamanla aşınsa da, sevgi və etibarla qurulan bağlar nəsildən nəsilə ötürülən ən böyük mirasdır. Bu doğru fikir olaraq götürüləcək mətndə nəticə hissəsini genişləndirən ən dolğun fikirdir. Çünki mətndə qeyd olunur ki, yəni o divarlar, saray, bahalı əşyalar hamısı bir gün yox ola bilər. Amma sevgi etibarla qurulan bağlar isə nəsildən nəsilə ötürüləcək və insan üçün ən böyük miras olacaq. Bu doğru fikirdir. C-yə diqqət yetirək. Odur ki, hər bir memar tikdiyi binanın fasadına daha çox diqqət yetirməlidir. Yanlış fikirdir. Xülasə, övladlar atalarının nə qədər təkəbbürlü bir adam olduğunu başa düşdülər. Əksinə, ataları təkəbbürlü deyildi. Ataları övladlarının gələcəyi üçün yaxşı nəsihətlər verirdi. Keçək 7-ci suala. Mətndə tünd şriftlə verilmiş sözü hansı ifadə ilə əvəz etmək olmaz? Gəlin baxaq. Mətndə tünd şriftlə verilən sözə gəlin baxaq. Qoca fikrini belə tamamlayır. Qoca fikrini belə bitirir. Qoca fikrini belə başa vurur. Qoca fikrini belə yekunlaşdırır. Amma qoca fikrini belə dəyişir, olmaz. Çünki qoca fikrini dəyişmirdi, əksinə əvvəlki fikirləri ümumiləşdirib son nəticəyə gəlmişdi. Ona görə C variantı yanlışdır, yəni əvəz edə bilmərik. 8-ci suala diqqət yetirək. Qoca memarın nəsihətindən hansı nəticəni çıxarmaq olmaz? Gəlin baxaq. A variantı. Sözlər insanın ürəyini həm isidə, həm də soyuda biləcək gücə malikdir. Burada qeyd olunubdur. Sözlərin insanın, deməli, baxın, bir-birinizlə danışarkən sözlərinizi elə seçin ki, qarşınızdakının ürəyi üşüməsin. Deməli, bu doğru fikirdir.
Sonra diqqət yetirək. Həyatın çətinlikləri qarşısında ailə bir yumruq kimi birləşməlidir. 8-ci sualda bəli, bu da doğrudur. Ailə qurmaq bir-birinin azadlığını tamamilə məhdudlaşdırıb zəncir kimi bağlanmaqdır. Bu yanlış fikirdir. Mətndə belə bir fakt yoxdur. Çünki mətndə ailə qurmaq bir-birinin azadlığını tamamilə məhdudlaşdırmaq anlamına gəlmir. Əksinə bir-birinə dəstək olmaq, səbirli olmaq və bir-birini dəstəkləmək anlamındadır. Görünən divarlar, yəni maddi tərəflər, mənəvi təməl olmadan uzun müddət davam gətirə bilməz. Bu doğru fikirdir, bu nəticəni çıxara bilərik. Yəni, o bahalı əşyalardır, saray kimi evlərdir. Onlar ailədə xoşbəxtlik, etibar, səbir olmadan uzun müddət davam gətirə bilməz. Bu da nəticə olaraq çıxa bilərdi, amma C variantı yanlış fikir idi. 9-a baxaq. Mətndə altından xətt çəkilmiş sözün mətndəkindən fərqli mənada işləndiyi cümləni seçin. Bu tipli suallarda altından xətt çəkilən sözü cümlə daxilində oxumaq lazımdır. Gəlin, baxaq. Onun möhkəmliyi 3 gizli sütundan asılıdır. Etibar suyu. Ailə təməlinin palçığını sevgi ilə yoğurmaq olar, amma onu bərkidən etibardır. Ailə təməli burada məcazi mənada işlənib. Gəlin, diqqət yetirək aya. Dövlətin təməli ədalət və qanunaliliyidir. Bu mətndəki mənasındadır. Musiqi, bu gənc musiqiçinin sənətində çox möhkəm musiqi təməli var. Musiqi təməli də mətndəki mənaya uyğun gəlir, məcazidir. Ustalar binanın təməlini qazmaq üçün ağır texnikanı həyətə gətirdilər. Burada bina təməlidir. Bu binanın özülü təməli həqiqi mənadadır, mətndəkindən fərqli mənadadır. Ona görə doğru cavabımız C idi. D variantı, dostluğun təməli qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulur. Dostluq təməli də mətndəki mənaya uyğundur, məcazidir. 10-cu sual. Mətndə nöqtələrin yerinə hansı ifadənin yazılması daha məqsədə uyğundur? Gəlin, baxaq. Ailə üzvləri bir-birinin səhvlərinə qarşı səbir çətiri açmalıdırlar. Unutmayın ki, qüsursuz insan yoxdur. Amma qüsurları sevgi ilə örtən ailə vardır. Baxın, qarşılaşdırma bağlayıcısı var. Amma iki zid fikir bir-biri ilə qarşılaşdırır. Qüsursuz insan yoxdur, amma qüsurları sevgi ilə örtən ailə vardır. Bu tam uyğundur. Amma fırtınalar hər evi yıxa bilməz, amma qüsurları sevgi ilə örtən ailə var. Bu uyğun gəlməz. Unutmayın ki, hər kəs səhvini etiraf etməlidir, amma qüsurları sevgi ilə örtən ailə vardır, uyğunlaşmır. Unutmayın ki, divarlar hər zaman dözümlü olmur, amma qüsurları sevgi ilə örtən ailə vardır. Bunların da heç biri uyğun gəlmir. Boşluğa uyğun gələn B variantı idi. Keçək digər mətnə. Ümid edirəm birinci mətn tam aydın oldu. Digər mətnimizə baxaq, 11-ci mətn. 11-ci sual. İbn Battutanın müxtəlif xalqları müşahidə etməsinin nəticəsi nə olmuşdur? Gəlin, baxaq. Yeni dövlət yaratdı. Bu yanlış fikirdir. Mətndə belə bir fakt yoxdur. Mədəniyyətlər arası fərqləri və oxşarlıqları öyrəndir. Bəli, bu doğru fikirdir. Baxın, o fərqli mədəniyyətlər arasında oxşar fərqli cəhətləri müqayisə edirdi. Bu müşahidələrini qeydlərə köçürürdü deməli. Bəli, bu doğrudur. Müharibələr başladı. Belə bir fakt yoxdur. Səyahət etməyə dayandırdı. Bu da yanlış fikirdir. 11-də doğru cavab B variantı. Mətnə əsasən hansı nəticəyə gəlmək olar? İbn Battuta yalnız ticarətlə məşğul olmuşdu. Bu yanlış fikirdir. Onun səyahətləri dünya haqqında biliklərin artmasına kömək etmişdir. Bəli. O yalnız bir ölkədə yaşamışdı. Xeyr, o Hindistanda, Çində, eyni zamanda baxın, Misirdə, Suriya, Məkkəyə qədər gedir çıxır, Hindistana, Çinə qədər gedir çıxır. Bu yanlış fikirdir. Səyahətlər insanların əlaqələrini zəiflətmişdi. Bu da yanlış fikirdir. 12-də doğru fikir B variantıdır. 13. Rihlə əsəri haqqında verilmiş fikirlərdən biri yanlışdır. Gəlin, baxaq. Bu əsər İbn Battutanın özü tərəfindən deyil, onun diktəsi ilə yazılıb. Bəli, baxın, qeyd olunur ki, o bütün səyahətlərini bir yazıcıya danışdı və bu məlumatlar əsasında Rihlə adlı məşhur əsər yazıldı deməli. Onun diktəsi ilə yazılıb. Kitabda dövrün idarə etmə sistemləri haqqında məlumat var. Gəlin, baxaq. Bəli, baxın, idarə etmə sistemləri insanların həyat səviyyəsi haqqında məlumatlar verilib. Əsər yalnız Şimali Afrika bölgəsini əhatə edir. Bu da yanlış fikirdir. Deyir ki, qısa müddətdə geniş yayılaraq müxtəlif ölkələrdə tanındı və orta əsrlərdə dünyanın öyrənilməsi üçün mühüm mənbədir. Burada qeyd olunmur, yalnız Şimali Afrika bölgəsini əhatə edir. Ona görə C variantı yanlışdır. Orta əsrlər öyrənmək üçün mühüm tarixi mənbədir. Baxın, o da qeyd olunub. Orta əsrlərdə dünyanın öyrənilməsi üçün mühüm mənbədir. Deməli, doğru cavab C idi.
14-cü suala diqqət yetirək. 14-cü sualda qeyd olunur ki, aşağıdakı cümlə mətnin hansı abzasına əlavə edilsə məntiqi ardıcıllıq pozulmaz. Bizə seçim olaraq 4 abzas verilib. Onun bu qeydləri müasir tarixçilərə 14-cü əsr cəmiyyətlərinin daxili quruluşunu anlamağa kömək edir. Biz elə bir abzasa baxmalıyıq ki, orada qeydlərdən danışılsın. Gəlin baxaq, diqqət yetirək. Birinci abzasda qeydlər yoxdur, 2-də yoxdur, 3-də yoxdur, amma 4-də baxın. Deyir ki, o, fərqli mədəniyyətlər arasında oxşar və fərqli cəhətləri müqayisə edir. Bu müşahidələrini qeydlərə köçürürdü. Bu baxımdan onun qeydləri yalnız coğrafi deyil, həm də etnografik əhəmiyyət daşıyır. Deməli, indi ardınca bu cümləni qoyaq. Onun bu qeydləri müasir tarixçilərə 14-cü əsr cəmiyyətlərinin daxili quruluşunu anlamağa kömək edir. Deməli, doğru cavabımız D variantıdır. Bu cümlə 4-cü abzasa uyğun gəlir. Yəni, artırılsa, məntiqi ardıcıllıq pozulmaz. 15-ci suala diqqət yetirək. Mətnə əsasən İbn Battutanın həyat və fəaliyyəti ilə bağlı hansı fikir yanlışdır? Onun səyahətə başlamasında dini amil başlanğıc rol oynamışdı. Bəli, bu mətndə öz əksini tapıb. Gəlin baxaq, yuxarıda qeyd olunur ki, 1325-ci ildə həcc ziyarəti etmək məqsədi ilə yola düşmüşdü. Lakin bu səfər onun həyatında dönüş nöqtəsi oldu. Deməli, bu doğru fikirdir. Səyyah səyahətləri zamanı həm də Hindistan sultanının sarayında fəaliyyət göstərmişdi. Baxın, bəli, o da mətndə öz əksini tapıbdır. Baxın, o Hindistanda uzun müddət qalaraq sultanın sarayında fəaliyyət göstərib. Deməli, doğrudur. İbn Battuta öz səyahətnaməsini vətəninə qayıtmamışdan öncə Çində olduğu müddətdə yazıb. Bu yanlış fikirdir. Çünki mətndə qeyd olunur ki, baxın, Çin istiqamətində səyahət edir. Sonra qeyd olunur ki, illər uzunu davam edən səyahətlərdən sonra vətəninə qayıtdı. Onun gördükləri və yaşadıkları dövrün alimləri üçün böyük maraq doğururdu. Buna görə də o bütün səyahətlərini bir yazıçıya danışdı və bu məlumatlar əsasında rihlə əsəri. Deməli, Çində olduğu müddətdə yox, vətəninə qayıdandan sonra yazmışdı. Ona görə bu yanlış fikirdir. Onun müşahidələri yalnız coğrafi məkanlarla məhdudlaşmır, həm də etnografik xarakter daşıyır. Bu da doğru fikirdir. Baxın, mətndə öz əksini tapıb. Deyir ki, bu baxımdan onun qeydləri yalnız coğrafi deyil, həm də etnografik əhəmiyyət daşıyır. Keçək digər suala, 16. Aşağıdakı mülahizələrdən hansı mətnə görə yanlışdır? 14-cü əsrdə İslam dünyasının inkişafı səyyahların hərəkətini asanlaşdıran amillərdən biri idi. Bəli, baxın, deyir ki, o dövrdə İslam dünyası geniş əraziləri əhatə etmişdi. Elm, ticarət, mədəniyyət sahələri yüksək inkişaf səviyyəsinə çatmışdı. Karvan yolları, dəniz marşrutları vasitəsilə müxtəlif ölkələr arasında əlaqələr qurulurdu. Bu da səyyahların uzaq diyarlara getməsini asanlaşdırırdı. Deməli, 14-cü əsrdə İslam dünyasının inkişafı səyyahların hərəkətini asanlaşdırırdı. B variantında deyir ki, İbn Battuta Nil çayı ətrafındakı ərazilərin tənəzzül etdiyini, insanların yoxsulluq içində yaşadığını qeyd etmişdi. Bu yanlış fikirdir. Mətndə belə bir fakt yoxdur. C-yə baxaq. Səyyahların fəaliyyəti xalqlar arasında qarşılıqlı anlayışın mədəni əlaqələrin artmasına töhfə vermişdi. Doğru fikirdir. İbn Battutanın qeydləri günümüzdə orta əsr tarixini öyrənmək üçün mötəbər mənbə sayılır. Bəli, bu da mətndə öz əksini tapıb. Yanlış fikir B variantı idi. 17. Mətnin giriş hissəsinə, yəni birinci abzas, aşağıdakı cümlələrdən hansı əlavə olunsa, məntiqi ardıcıllıq pozulmaz. Gəlin baxaq. Bu səfər cəmi bir neçə il çəksə də onun təsiri əsrlərlə davam edir. Axı, birinci abzasda heç bir səfərdən danışılmır. Ona görə bu ora artırıla bilməz. O dövrdə İntibat dövrünü yaşayan müsəlman ölkələri arasında elmi və mədəni mübadilə çox güclüydü. Bax, bu əsl birinci abzasa gedəcək bir cümlədir. Nəyə görə? Gəlin baxaq. Çünki elə birinci abzasda da müsəlman ölkələrindən danışılır. Deyir ki, o dövrdə İslam dünyası geniş əraziləri əhatə eləyir. Deyir, orada ticarət, mədəniyyət sahələrində yüksək inkişaf var idi. Bu cümləni də ora qoya bilərik. Baxın.
O dövrdə intibah dövrünü yaşayan müsəlman ölkələri arasında elmi və mədəni mübadilə çox güclüydü. Tam ora uyğun bir cümlədir. C variantı. Rihlə əsəri onun vətənində böyük bir sensasiyaya səbəb oldu. Rihlə əsərindən birinci abzasda danışılmır. Səyyah Çinə çatdıqda oradakı gəmi-qayırma sənətinə heyran qalmışdı. Çində birinci abzasda Çinə səyahət yoxdur. Doğru cavab B. 18-ci suala diqqət yetirək. Mətnin məzmununa uyğun olan əsas fikir və həmin fikrə uyğun düzgün əsaslandırılır. Gəlin baxaq. İbn Battuta dünyanı gəzən ilk müsəlman səyyahdır. Bu yanlışdır, çünki mətndə bu qeyd olunmur ki, o ilk müsəlman səyyah idi ki, dünyanı gəzirdi. Bu əsas fikir ola bilməz. B-yə baxaq. İbn Battutanın fəaliyyəti təkcə səyahət deyil, həm də elmi müşahidə xarakteri daşıyır. Bəli. Çünki o xalqların adət-ənənələrini müqayisə edir. Rihlə əsərində şəhərlərin iqtisadi, sosial vəziyyəti barədə məlumat verir. Bax, bu əsas fikirdir və əsaslandırması da doğrudur. C variantına diqqət yetirək. Rihlə əsəri orta əsrlərdə ticarətin inkişafına birbaşa kömək etmişdir. Xeyr, bu yanlış fikirdir və əsas fikir ola bilməz. Sonra deyir ki, bu əsər yazılandan dərhal sonra bütün karvan yolları bu kitaba əsasən yenidən qurulmuşdur. Belə bir fakt yoxdur mətndə. D variantı. İbn Battutanın əsas uğuru Hindistan sultanının yanında işləməsidir. Çünki o uzun illər Hindistanda qaldığı üçün Çinə səyahət etmə imkanı qazanmışdı. Bu yanlış fikirdir. Yəni mətndən çıxan əsas fikir ola bilməz. Əsaslandırma da doğru deyil. Doğru fikrimiz B variantı idi. 19-a diqqət yetirək. Aşağıdakı zəncirdə boş buraxılmış yerə hansı hadisə yazılmalıdır? Burada bizdən ardıcıllığı istəyir. Yəni ardıcıllığı tamamlayın. Gəlin baxaq. Hadisələrin ardıcıllığını istəyir. Mərakeşdən çıxış, Misir və Suriyə səfəri, vətənə qayıdış. Gəlin baxaq. Birinci Mərakeşdən çıxış, yəni birinci ilk yaşadığı yer haraydı? Mərakeş bölgəsi idi. Sonra oradan Misir və Suriyə səfər eləyir. Ardınca isə gəlin baxaq. İslam dünyasında elmin yüksək inkişaf səviyyəsinə çatması, bu yanlış fikirdir. Bu ilk abzasda verilən bir fikirdir. Rihlə əsərinin bir yazıcı tərəfindən qələmə alınması, bu olmaz. Şərqdən Hindistana və Çinə qədər uzanan böyük səyahət, bu doğru fikirdir. 19-da doğru cavab C variantı olacaq. D-də isə karvan yolları vasitəsilə ticarət əlaqələrinin qurulması xeyr. Çünki bu C variantı vətənə qayıdışla Misir-Suriyə səfəri arasına yerləşdirilir. Yəni bu aralıqda baş verən hadisədir. Mətnə də diqqət etirsək görərik ki, Misir və Suriyə səfərindən sonra baxın Çinə gedir. Çində olur. Yaxın şərqdən Hindistana qədər uzanan ərazini dolaşır. Daha sonra Çin istiqamətində səyahət edir. Ondan sonra vətəninə qayıdır. Deməli, bu ortaya, bu araya biz ancaq C-ni yerləşdirə bilərik. Doğru cavab C idi. 20-yə diqqət yetirək. Nəticə hissəsində aşağıdakılardan hansı yazıla bilməz? Səbəb. İbn Battutanın fərqli xalqların adət-ənənələrini öyrənməsi və yazıya köçürməsi nəticədə nə baş verir? Bizə deyir, yazıla bilməz. Gəlin baxaq. İnsanların uzaq ölkələr barədə təsəvvürlərinin yaranması, bəli, bu doğruydu. Xalqlar arasında qarşılıqlı anlayışın artması doğrudur. Mədəni əlaqələrin genişlənməsi doğrudur. Ancaq Mərakeşin iqtisadiyyatının Çin səviyyəsinə çatması, bu yanlış fikirdir. Mətndə də belə bir fakt yoxdur. 20-də doğru cavab C variantı. Ümid edirəm ki, bu mətndə hər birinizə aydın oldu. Keçək növbəti maraqlı mətnimizə, mavi qızıl. Gəlin diqqət yetirək. 21-ci sual. Virtual su anlayışı mətndə nəyi ifadə edir? Gəlin baxaq. Buzlaqların əriməsi nəticəsində şoranlaşan su, bu yanlış fikirdir. Bir məhsulun istehsalı üçün gizli şəkildə sərf olunan su miqdarını, doğru fikirdir. Laboratoriya şəraitində yaradılan süni suyu, xeyr, yanlışdır. Yağış sularının texniki məqsədlərlə istifadəsi yanlışdır. Gəlin virtual suya baxaq, baxın. Şəkildə də öz əksini tapıb, gizli su izinini azalt virtual su. Eyni zamanda mətndə də qeyd olunub ki, məsələn, bir stəkan kofe istehsal etmək üçün kofenin yetişdirilməsi və emalı prosesində təxminən 140 litr su sərf olunur. Buna virtual su deyilir. İnsanlar istehlak vərdişlərini dəyişməklə dolayısı yolla tonlarla suya qənaət edə bilərlər. Ona görə bizim doğru cavabımız B variantıdır. Bir məhsulun istehsalı üçün sərf olunan su miqdarını bildirir. Keçək 22-ci suala. Mətndəki məlumata əsasən buzlaqların əriməsinin şirin su ehtiyatlarını artırmamasının əsas səbəbi nə idi?
Gəlin baxaq. Buzlaqların tərkibində duz miqdarının çox olması xeyir. Əriyən şirin suyun birbaşa okeanlardakı şor suya qarışıb yararsız hala düşməsi. Bəli, bunun nəticəsində baxın, burada qeyd olunub ki, dünyanın ən böyük şirin su anbarları olan qütb buzlaqlarının əriməsi və su ehtiyatlarımızı artırmır. Əksinə, şirin suyun okean sularına qarışaraq şoranlaşmasına və itməsinə səbəb olur. Deməli, əriyən şirin suyun birbaşa okeanlardakı şor suya qarışıb yararsız hala düşməsi. Bax, doğru səbəb bu idi, B variantı. Buzlaqların ərimə sürətinin buxarlanma sürətindən az olması bu yanlışdır. Əriyən suyun yerin dərin qatlarına sızaraq yox olması bu da yanlışdır. Mətnin 23-cü sualına gəlin diqqət yetirək. Mətnə əsasən verilmiş fikirlərdən hansı yanlışdır? Yer kürəsindəki suyun yalnız çox kiçik bir hissəsi birbaşa istifadəyə yararlı şirin sudur. Baxın, əlçatan şirin su istifadəyə yararlı həqiqətən də çox kiçik bir hissəsidir. İsrail kimi ölkələr damlama sistemi ilə suya qənaət edirlər. Bəli, bu mətndə də öz əksini tapıb ki, damlama sistemi ilə suya qənaət edirlər. Baxın, İsrail kimi quraq ölkələrin təcrübəsi göstərir ki, damlama sistemi ilə suya qənaət etmək məhsuldarlığı artırmaq mümkündür. Deməli, bu doğrudur. 2050-ci ilə qədər su qıtlığı problemi tamamilə həll olunacaq. Bu yanlış fikirdir, çünki mətndə öz əksini tapmayıb. Su ehtiyatlarının idarə olunması dövlətlər üçün bir təhlükəsizlik məsələsidir. Bəli, bu da mətndə öz əksini tapıb ki, baxın, su ehtiyatlarının idarə olunması sadəcə kənd təsərrüfatı məsələsi deyil, bir milli təhlükəsizlik məsələsidir. Bəli, yanlış fikir C variantı idi. 24. Mətn və infoqrafikada təqdim olunan ağıllı suvarma sistemi haqqında hansı fikir yanlışdır? İnfoqrafika bax bu şəkildir, yəni sözlü şəkilli mətn. Gəlin baxaq. Yanlış istəyir bizdən. Buna başqa adla damlama sistemi də deyilir. Bəli, baxın, ağıllı suvarma başqa cür damlama sistemi də adlanır. Bu doğrudur. Suya təxminən 50% qənaət etməyə imkan verir. Elə şəkil əsasən deyə bilərik ki, baxın, 50% suya qənaət. 30% məhsuldarlığın artmasına səbəb olur. Bəli, 30% məhsuldarlıq var. Bu sistem yalnız bol yağıntılı bölgələrdə effektivdir. Bu isə yanlış fikirdir. 25-ci suala diqqət yetirək. İnfoqrafikadakı dünya xəritəsi və yanındakı əlçatan şirin su damlasını müqayisə etdikdə hansı nəticəyə gəlmək olar? Baxın, dünya xəritəsi və yanında əlçatan şirin su. Baxın, buradan hansı nəticəyə gəlmək olar? Yer kürəsində su boldur, ona görə də qənaətə ehtiyac yoxdur. Bu tamamilə yanlış fikirdir. Şirin suyun böyük hissəsi okeanlarda cəmlənib. Xeyr, əksinə biz dedik ki, okean suyu ilə qarışır, şoranlaşır. Şor suyu ilə qarışır, şor suya çevrilir. İnsan fəaliyyəti üçün yararlı olan su miqdarı ümumi su kütləsi ilə müqayisədə hədsiz dərəcədə azdır. Bu doğru fikirdir. D variantı, buzlaqlar əridikcə əlçatan şirin su damlasının həcmi böyüyür. Xeyr, əksinə. Buzlaqlar əridikcə o şirin sular da o buzlaqlardakı şor suyu ilə qarışır. Deməli, baxın, nəticə budur ki, çıxan nəticə. İnsan fəaliyyəti üçün yararlı olan su miqdarı ümumi su kütləsi ilə müqayisədə hədsiz dərəcədə azdır. Sonuncu sualımızın da izahını verdik. Ümid edirəm ki, bütün suallar sizə aydın oldu. Hər birinizə uğurlar arzu edirəm. Növbəti sınaqlarda görüşənədək. Sağ olun.